2025 toplusundan belə bir sual nümunəsinə baxaq. Bizə deyir ki, tərəfi 12, 15 və 18 olan üçbucaq verilmişdir. Kiçik tərəfə toxunan və mərkəzi böyük tərəfin üzərində olan çevrənin mərkəzindən bu çevrənin ayırdığı böyük parçanın uzunluğunu tapın. Yəni bizdən bu hissəni istəyir. Baxın, bizə verilib tərəf 12 və 15-dir. Dostlar, burada nəyə fikir verməliyik? Buradan, baxın, lap radiusları çəksək, 90 dərəcə, 90 dərəcə. Görürük ki, bura alfa, bura alfadır. O zaman bu OB xətti tənbölən olacaq. Tənbölən olacaqsa, tənbölən xassəsinə əsasən bilirik ki, bura olar 12K, bura olar 15K. Yazarıq ki, 12K plus 15K bərabərdir 18-ə. Bizə verilib böyük tərəf 18-dir. Bizdən 15K-nı istəyir. 27K bərabərdir 18 yazsa, K-nı alarıq neçə? 18 bölü 27. Bu da bizə verər. Deməli, 9-a ixtisar etsək, 3-də 2 verər. 15K bərabərdir 15 vurulsun 3-də 2. O da bizə 10 cavabını verər. Deməli, bizdən istənilən uzunluq neçə imiş? 10.